Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ve men vale. Amma ba'du. Hürmetli kardeşler, bugünkü bu sohbetimizde sizler bilen ortaklaştığan mazmun Sur Al-İmran'ın 37. ayeti. Yani bu ayette Meryem aleyhissalam bilen Zekeriya aleyhissalamның vaqaligi tilga ilinadi. Hammalarga ma'lumliq, Meryem aleyhissalamның anasi qo'saqdagi vaqtida Meryem aleyhissalamni Baytul Muqaddasning xizmati uchun otib etgan. Undan keyin to'qqandan keyin shu nazriga asosan Meryem aleyhissalamni Baytul Muqaddasga otib etgan. Meryem aleyhissalam'nınki turmuş kapaleti himayesi üçün Zekeriya aleyhissalam tanlangan. Yani Zekeriya aleyhissalam'nınki terbiyeleşi, köngül bölüşü aslında çoğ olgan. Zekeriya aleyhissalatu vesselam Meryem aleyhissalam'nın qışığı kirge vaqtida Meryem aleyhissalam'nın qışıda özü ekirip bəmegen. Mesela günlük turmuş lazımeliklerini, ihtiyaçlarını Zekeriya aleyhissalam təminləvadı diye, Zekeriya aleyhissalam ekirip vervadı diye. Ama kirgen vaxtıda Meryem aleyhissalam'ın qışıda özü hiç ekirip bəmegen nəslərini uçurdudu. Şunu olan Meryem aleyhissalam'dan bu sualını soraydı. Ya Meryemu ennə leki həzə. Ey Meryem, bu nəslə sana nədən gəldi? Deb bir sualını soraydı. Hem de bu sual soralgan şu şaraitga nazarat taşlığınımızda münasip emestek bir xil neticini urdu. Çünkü bu şekliniş sualı bu, şübihileniş sualıdek. Zekeriya aleyhissalam xuddi Meryem aleyhissalamdan şübihilenginidek. Əməliyyətdə Meryem aleyhissalamның müqəddəsliyi, paklığı, uluqlığı heç kim şübih qılmaydigan məsələ. Meryem aleyhissalam bütün şübihlərdən yuqarı, bütün şübihlərinin üstüdəki bir ayal. Ama Zekeriya aleyhissalamның Meryem aleyhissalamdan soğan bu sualı bizge nimini ifadəlab durdu? Kur'an nim deb Zekeriya aleyhissalamның Meryem aleyhissalamdan soğan bu sualını bizge hikaye kılıdı. Dese bu bir mesuliyetinin ifadesi. Ey Meryem, bu nəslə sizdən nədən gəldi? Əgər bizning dadılarımız qızlarıdan ularning qo'llarida o'zi bəgəndin sırt xiracatını kögünüdə, ularning o'zi ta'minlagandan ortiq pullarni xərclayotganını kögünüdə, qizim bu sizga nədən gəldi deb so'ragan bo'lsa, oğullarının özü təminləgən xiracatdan artıq pullarını xərclayotganligini, sərf qilayotganligini görgəndə, oğlum bu sana nədən gəldi deb soğğunida, ayol kişi erinin sırtdan, özünün muaşidan artıq yoki kirimidan artıq pullarını götürüb kirgənində, bu nədən gəldi sizga deb soğğunida, er kişi ayolının özünün dairəsindən halqıgan şəkildə iqtisadını, yoki pullarını, xiracatlarını qılayotgan vaqtda, xotun bu sana nədən gəldi deb soğğanıda. Yəni cəmiyyətdəki hər adam, hər şəxs özgə münasibətlik, özünün məsuliyyət dairəsindəki kişilərdən bu nədən gəldi? Bu nimi iş deb soralğan vaqtida, yəni cəmiyyətdə ümumi bir nazaret sistemisi ornatılğan vaqtida cəmiyyətdə buzuqçuluq bolmaz idi. Bu haqda Peyğəmbər aleyhissalatu vesselam bizga kullukum ra'in ve kullukum mas'ulun an ra'iyatihi. Bizning hammamiz inson bo'lish sifatimiz bilan bir mas'uliyat egisi. Atrofimizdagi oiladan mas'ul biz, atrofimizdagi do'st birodarlarimizdan mas'uluz. Eng avvalan o'zimizdan mas'ul. Agar biz bu mas'uliyatni ustimizga olmaganimizda, bizning inson bo'lib yaratilishdagi asosiy vazifamizni üstümüzge olmagan bo'lamiz. Chunki Alloh subhanahu va taolo zaminninki boshqurilish, tartib o'rnatilmoq, tartibning saqlanishini osmonga to'g'riladi, zaminga to'g'riladi, tog'larga to'g'riladi. Qur'oni Karimda bu haqda oyat bor. Ya'ni bular zaminning mas'uliyatini ustiga erishdim, qo'rqdi. Va hamalahal inson innahu kana zaluman jahula.
İnsan üstüge aldı bunu. İnsanga üstüge ağını yarışı aql idrakat birildi. Mas'uliyet tuygusu birildi. Amma insan özünün şunca mas'uliyetlik bir məxluq ekanligini, ziminning tartibining, jamiyatning tartibinin ki özünün mas'uliyetidan ekanligini bilmaydi ve özünün şu mas'uliyetlerini ada qilmay özgü zulm qiladi da'vatıdı. Va axiru da'vana alhamdulillahi rabbil alamin.